Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test topusunda yer alan Şəddadilər dövlətidir. Birinci sualda deyir 11-ci əsrdə Səlcuqların tabe etdiyi Azərbaycan dövlətləri. Birdə deyir Sacilər. Sacilər 898-941-də mövcud olduğuna görə 10-cu əsrdə artıq dağılmışdı. Rəvvadilər düzdür 1054-cü ildə Səlcuqlar tərəfindən tabe edilib. Rəvvadilərin özü də 981-1065-ci illərdə mövcud olmuşdu. Elxanilər 1258-1357-ci illərdə mövcud olduğuna görə heç Səlcuqlar dövlətini görməyiblər. Salarilər dövləti isə 941-981-də mövcud olub, bu da yanlışdır. Şəddadi isə 1054-də Səlcuqların tabeliyinə düşmüşdü. Özü də mövcud olub 971-1088-ci illərdə, cavab olur 2 və 5. 72, 74 və 1062-ci illər tarixinə aid baş vermiş oxşar hadisə Alanların yürüşü. D düzgündür. Burada isə Alanların erməni və Bizans feodallarına qarşı mübarizə aparması belə bir şey heç vaxt olmayıb. Alanlar ilə bizim də düşman idi. 11-ci əsrin 30-cu illərində Şəddadilər dövlətinin hərbi gücünün artmasına səbəb oldu. Oğuz türklərinin Azərbaycan ərazisində yerləşdirilməsi həm Şəddadilər dövlətinin dövründə olmuşdu, həm də Rəvvadilər. Rəvvadilər 1028-ci ildə, Şəddadilər isə 1030-cu illərdə onların dövründə ölkəmizdə Oğuzlar məskunlaşdırılmışdı. Şəddadi və Şirvanşahlara aid ümumi cəhət Dəndənkan döyüşündə Səlcuqun müttəfiqi olması. Dəndənkan 1040-dadır. Deməli, Şirvanşahlarla və yaxud da Şəddadilərlə Dəndənkan döyüşünün əlaqəsi yoxdur. Dəndənkan Səlcuqlarla deməli olmuşdu Qəznənlər arasında. Burada da Oğuz və Peçeniklər iştirak edirdi. Şəddadi və Şirvanşah yox. Eyni əsrdə yaranmaları Şəddadi 971-də, Şirvanşah 861-də yaranıb. Paytaxtları Gəncə, yalnız Şəddadidə olub. Şirvanşahda paytaxt Şirvan, Şamaxı və Bakı olmuşdu. Səlcuqlar tərəfindən tabe edilmələri bu düzgündür. 1054-də Şəddadilər, 1066-cı ildə isə Şirvanşahlar tabe edib. Əsası məziyyətlər tərəfindən qoyulması Şirvanşahlara aiddir. 971-ci ildə yaradılmış dövlətin paytaxtı Gəncə, yəni Şirvanşahların paytaxtı olmuşdu Gəncə. 10-cu əsrin 1-ci yarısı Sacilər, 11-ci əsrin 2-ci yarısı Şəddadilərin tarixinə aid ümumi cəhət. Deməli, 10-cu əsrin 1-ci yarısı dedikdə 941-ci ildə ola bilər. Çünki dövlət müstəqilliğini itirməsi burada hər ikisi üçün uyğundur. Sacilər 941-də Salarilər tərəfindən süquta uğradıqdan sonra müstəqilliklərini itirir. 11-ci əsrin 2-ci yarısında da 1088-ci ildə Şəddadilər öz müstəqilliklərini itirir və Səlcuqların tabeliyinə düşür. Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti üçün səciyyəvi xüsusiyyətlər. Deməli, Fəzl ibn Məhəmməd 985-ci ildən 1030-cu ilə qədər hakimiyyətdə olmuşdu. Burada deyir, Bizans və ikinci feodalların birləşmiş qüvvələrin Tiflis Müsaminin əmrinin ələ keçirmək cəhdlərinin qarşısını alması. Yəni, bu məsələ 1037-1038-dir deyə Fəzl ibn Məhəmmədə aid deyil. Gürcü feodallar və Xəzərlərə qarşı uğurlu müharibə aparması isə Fəzl ibn Məhəmmədə aid idi. Dövlətin süqutun başlanması ola bilməz, çünki bunun özü ən güclü hökmdarı idi. Hətta bundan sonra Əbüləsifər Şavurda güclü hökmdar olmuşdu. Yəni, bununla başlamayıb. Dəbil əmrinin yaradılması 951 ümumiyyətlə dövlətə aid deyil. Rəvvadilərin asılı vəziyyətə salınması isə belə bir şey olmayıb. Çünki Şəddadilər sırf şimal ərazisini əhatə edirdi. Yəni, vahid halda birləşdirməyib ki, deyək bütün ölkə ərazisini, yəni bütün Azərbaycanı əhatə edirdi. Şəddadi hökmdarı Əbüləsifər Şavurun hakimiyyət dövrünün səciyyəvi xüsusiyyətlərinə aiddir. Şirvanşahların asılı hala salınması. Əbüləsifər Şavurun dövründə Şirvanşahlar asılı hala salınmayıb, amma Şirvanşahlarla deməli münasibətlər pozulmuşdu. Anlatdım. Dövlətin ərazisinin şimalda Dərbənddən, şərqdə Gilanda daxil olmaqla Xəzər sahillərini əhatə etməsi. Bu yanlışdır. Şəddadi dövləti şimal-qərb torpaqlarını əhatə edir. Şimal-şərqi Şirvanşahlar əhatə edirdi. Gürcü və Şirvanşahlarla müharibənin aparılması. Bunu deyirdim ki, az öncə Şirvanşahlarla müharibə aparıb, amma tabe olmaq deyilən bir şey yox idi. Bütün Azərbaycan vahid dövlətə birləşdirməsi sadəcə ilə Salariyə aiddir. Xəzər dənizində ticarət gəmilərinin üzülməsi isə Salariyə aiddir. Şəddadi və Şirvanşahların ümumi cəhəti Arazdan şimalda yaranmalar. Bəli, biri Azərbaycanın şimal-şərqində, biri də şimal-qərbindədir. 9-cu əsrdə yaranmaq. Bu isə Şirvanşahlara sırf aiddir. Türk məşədi sərkərdələr tərəfindən yaradılma məsələsi isə deməli Sadi Salariyə aid idi. Azərbaycan vahid halda birləşdirmək Sadi Salariyə aiddir. Səlcuqlar tərəfindən süquta uğratmaq Rəvvadi və Şəddadiyə aiddir. Verilmiş xüsusiyyətlər aiddir. 951-ci ildə Dəbil əmrinin yaradıb Şəddadilər. Elə A variantı birbaşa buna aiddir. 971-də yeni dövləti yaratmışdı. 1037-də də Dəbili tutmağa çalışan Bizans erməniləri məğlubiyyətə uğradı.
11-ci əsrin 20-ci illəri Rəvvadilər, 30-cu illər Şəddadilər ölkədə Oğuz türklərinin məskunlaşması B variantı düzgündür. Sacı və Şəddadilər dövlətinin tarixinə aid oxşar cəhət. Deməli, Rəvvadilər dövləti ilə diplomatik əlaqələrin qurulması, bu yanlışdır. Sacı heç Rəvvadiləri görməyib. Sacı 940-da dağılıb, Rəvvadi 981-də yaranıb. Azərbaycanın cənubi ərazilərini əhatə etmək Şəddadiyə aid ola bilməz. Gürcülərlə müharibə aparılması. Şəddadilərdə dedik ki, 1038-ci ildə Tiflisdə Bizans Gürcülərə qarşı mübarizə aparmışdılar. Sacilər isə onsuz da Şərqi Gürcüstanı tabe edibsə, deməli Gürcülərlə müharibə aparıb. Şəddadilər dövlətinə aid olmayan xüsusiyyət Tiflis müsəlman əmiri ilə dostluq əlaqələrinin saxlanılması. Bu ayət deyə anlatıram. Şirvanşahlarla mübarizə aparıb Əbüləsvar Şavır. Səlcuq Sultanı Alparslan tərəfindən süquta uğradılmaq isə yox idi. 1088-də Məlikşahın dövründə süquta uğradılıb. Mehranilərinin Şəddadilərin ümumi cəhəti. Azərbaycanın cənub torpaqlarında yaranması. Bu yanlışdır. Şəddadilərin özü sırf şimaldaydı. Mehranilər də Alban olduğuna görə o da şimaldadır. Xilafətin zəifləməsi və dağılması ərəfəsində yaranması. Bunu da atırıq. Azərbaycan vahid halda birləşdirilməsi yanlışdır. Əməvilər sülaləsi diplomatik əlaqələr. Əməvilər 661-750-nə əhatə edir, amma Xəzərlərlə müharibənin aparılması hər ikisinə aiddir. Mehranilər sülaləsi və Şəddadilər dövlətinin ümumi cəhəti Abbasilərin zəifləməsi nəticəsində ərəfəsində yaranması. Mehranilər 630-da hakimiyyətə gəlib. Ərəblər isə 630-da yaranmışdı, yəni onun zəifləməsi nəticəsində ola bilməz. Səlcuq dövlətlə diplomatik münasibətlər Mehranilər heç Səlcuqu görməyib, Mehranilər 705-də dağılıb. Quldarlıq istehsal təsərrüfatı ola bilməz, bu dövr feodalizm idi. Azərbaycanın şimal torpaqlarında yaranması isə hər ikisi üçün oxşar cəhətdir, çünki biri Albaniyadır, biri də Şəddadilər. Dedik ki, Ş hərfindən başlayan Şəddadi də Şirvanşah da şimal ərazini əhatə edir. Azərbaycanın cənub torpaqlarında mövcud olmaq da ola bilməz dedim artıq bunu. Azərbaycanın 11-ci əsrin 30-cu illər tarixinə aiddir. Hökmdar Əbüləsvar Şavurun erməni və gürcü qoşunlarını məğlubiyyətə uğratması. Əbüləsvar Şavur 1049-1067-ci illərdə hökmranlıq etmişdi. Ona görə anlatıram. Slavyanların Sar adasını ələ keçirməsi 910-cu ildə idi. Bunu da atıram. Atabəylər dövlətinin əsasının qoyulması. Atabəylərin əsasının qoyulması deməli 1136-cı ildə idi. Bu isə 1036-dan danışır deyəcəyini atıram. Şəddadilərin Şirvanşahlar asılı vəziyyətə salması. Xeyr, belə bir şey yox idi. Arazdan şimaldakı Azərbaycan torpaqlarında Oğuz türklərinin məskunlaşması düzdür 1030-cu illərdə. 1028-də də Rəvvadilər arasında məskunlaşmışdı, yəni cənubda. 1037-də Bizans erməni qoşunlarının ələ keçdiyi ərazi Dəbil, Göyçə gölü ətrafında yerləşir. Deməli, Alban hökmdarı Cavanşir, Şəddadi hökmdarı Fəzli bin Məhəmmədin hakimiyyət dövrünə aid ümumi cəhət. Səlcuq türklərlə müttəfiqlik olmaz, Cavanşir heç Səlcuqu görməyib, çünki 642-681-də mövcud olub. Səlcuq isə deməli 1038-də 1157-yə qədər mövcud olmuşdur. İslam dininin rəsmi dövlət dini olması. Cavanşir ərəblərin dövründə, yəni ərəblərlə diplomatik münasibətlər yaratmışdı, amma belə rəsmi dövlət dini məsələsi yox idi. Beyni atıram. Ərəb işğalına, ərəb xalqına qarşı mübarizələrin aparılması, bu da yanlışdır. Deməli, Bizansdan asılılığının qəbul edilməsi. Cavanşir Bizansdan asılılığı qəbul etsə də Fəzli bin Məhəmməddə belə bir şey yox idi. Xəzərlərə qarşı mübarizə 662-64 Cavanşirə aiddir. Şəddadi hökmdarı Fəzli bin Məhəmmədin də hakimiyyət dövründə dedik gürcülərlə də Xəzərlərlə də mübarizə aparılmışdı. 1060-cı illərin əvvəllərinə aiddir. Slavyanların Azərbaycan yürüşlərinin başlanması. Slavyanların Azərbaycana yürüşlərinin başlanması 9-cu əsrin sonudur. Şəddadilərin alınan yürüşlərini qorumaq üçün sədd və müdafiə tikililəri, bu düzgündür. 1062-ci ildə xəndəklər tikilir, 1063-də də Gəncə qapıları. Cədvəldə hansı hadisələrin yerini dəyişdirsək, verilmiş bütün hadisələr düzgün xronoloji ardıcılığı müəyyən edilir. Salarilərin Şərqi Gürcüstanı tabe etməsi. Salarilər 941-981-də mövcud olmuşdur. Mərzban bin Məhəmmədin dövründə Şərqi Gürcüstan tabe olunmuşsa, deməli 941-957-ci illərə düşür. Sacilər paytaxtının Mərzban bin Məhəmməd tərəfindən tutulması elə 941-dir. Deməli, birinci hələ ki bu olmalıdır. 2. Deməli, Rəvvadi əmirliyin əsasını qoyulması. Bütün əmirliklər 8-ci əsrdə demək olar ki, bircə Dəbildən başqa. Bu da olur 8-ci əsrin sonu. Hələ ki 3 ən öndə olmalıdır.
Əbləsvar Şabrun dövləti gücləndirmə tədbirləri həyata keçirilməsi 1049-1067-də hakimiyyət olub. Birinci Fərrubinin Dərbənd əmrliyi Şirvanşahlara birləşdirilməsi isə 1075. Bu axırdadır, bu da axırdadır. Bunlar düzgündür. Amma 3-lə 1-in yerini dəyişsək daha düzgün olar. Dedik ki, Salahlərin Şərqi Gürcüstanı tabe etməsi 941-957-ci illər arasıdır. Rəvvadi əmrliyi 8-ci əsr. Onda 3-lə 1-in yerini dəyişsək, 8-ci əsri ən önə gətirsək, yəni 700 neçənci illəri, Sacilər paytaxtının Mərzbə bin Məhəmməd tərəfindən tutulması 941 olar. Rəvvadi əmrliyin, deməli, Salahlərin Şərqi Gürcüstanı tabe etməsi də 941-957 arası. Onda 1 ilə 3 düzgün variantdır. Məhəmməd İbn Şəddadın müstəqil əmrlik yaratdığı Dəbil əmrliyi 951-3-dədir. Əbləsvar Şabrun hakimiyyət dövrü üçün səciyyəvi idi. 1049-1067 Səlcuq Sultanı Toğrul ilə müqavilə. Səlcuq Sultanı Toğrul deməli hakimiyyətdə olub 1038-1063-cü illərdə. Əbləsvar Şabrda 1054-cü ildə Toğrulla 1054-də Toğrulla müqavilə bağlayıb asılı vəziyyətə düşmüşdü. Elə 22-ci sualda cavab A variantıdır. Eylervin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. Musa ibn Fəzl Əbləsvar Şabrı Səlcuq dövləti ilə müqavilənin imzalanması Əbləsvar Şabrdadır 1054-də. 11-ci əsrin birinci yarısında hakimiyyətdə olması Musa ibn Fəzl 11-ci əsrin birinci yarısında hakimiyyət olub, Əbləsvarda hakimiyyət olub 1049 11-ci əsrin birinci yarısıdır. Ona görə B-ni götürürəm. Beyləqanda hakimiyyətə qarşı üsyan, hətta qardaşına görə Slavyanlar 1030-da ölkəyə çağırmışdı, C-ni götürürəm. Xudafərin körpüsünün tikdirməsi 1027 Fəzl bin Məhəmmədə aiddir, D-ni ümumiyyətlə atırıq. Slavyanlarla birlikdə Şirvanşahları məğlub etməsi, Slavyanlarla birlikdə, yəni Slavyanlarla sözləşən Musa ibn Fəzl idi ki, gətirib qardaşına qarşı qiyam qaldırmışdı. Onda elə burada cavab olur 1C, 2A, 3B. Çünki Şirvanşahları məğlub etmək məsələsi yox idi Musa ibn Fəzldə. Cavab olur 23-cü sualda D variantı. Uyğunluq pozulub. Rəvvadilər ərəb mənşəli idilər. Düzdür. A-nı atıram. Şəddadilər əvvəllər əmirlik idarə etmişlər. Bəli, Dəbil əmirliyini 951-də. Gəncə Şirvanşahların paytaxtı olmamışdı. Şəddadilərin olmuşdu. C düzgün variantdır. Sacilər Şirvanşahları öz hansı vəziyyətə salıblar. Çünki White-halda birləşdiriblər. Şəddadilər Gürcülərlə mübarizə aparıblar. Fəzl bin Məhəmmədin dövründə bu da düzgündür. 25-ə baxaq. Hadisə nəticə əlaqələrin uyğunluğu müəyyənləşdirək. Mərzbə bin Məhəmmədin Slavyanlarla mübarizə aparması 944 Bərdə faciəsidir. Paytaxt Ərdəbil Mosul tərəfindən tutulub. Tutulmur. Sadəcə Cənuba Mosul hakimi hücum edir deyə bu Slavyanları qoyub gedir cənub tərəfə. Ona görə yanlışdır. Yəni tutulmaq məsələsi yoxdur. Birinci Mənçövür Arazın qabağını bətnən kəsib Ruslar Arazla irəliləyə bilməyib. Bu düzgündür. Musa ibn Fəzl Slavyanları köməyə çağırıb, Slavyanların Dərbənd hakimi tərəfindən məğlub edilməsi. Belə bir şey yox idi. Slavyanlar ümumiyyətlə burada yəni məğlubiyyətə uğramır. Gəlirlər həqiqətən buranı qarət edirlər üsyanı yatırmaq bəhanəsi ilə. Buranı qarət etdikdən sonra da Bizans yolundan öz ölkələrinə qayıdırlar. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi vətən müdafiəsinə qalxan xalq yadilləri Azərbaycandan qovdu. Bu yadilləri Azərbaycandan xalqın qovması oxşardır 909-da Abbasın yadlasının Slavyanların yürüşü ilə. Onda 25-ci sualda cavab olur B ilə D, yəni Y variantı. Ləşkəri Əbləsvar Şabrın 11-ci əsrdə hakimiyyətdə olması, deməli, ikinci ləşkəri 11-ci əsrdə hakimiyyətdə olub, birinci ləşkəri yox, ikinci ləşkəri. Əbləsvar Şabrda 1049-1067-də hakimiyyətdə olduğuna görə A düzgün variantdır ikisi üçün. Şəddadilərin əsasını qoymuşdu. Birinci ləşkəri B-ni atırıq. Beyləqandakı qiyamı Slavyanların köməyə yatırıb Musa ibn Fəzl C-ni atırıq. Tiflisə hücum edən Bizans Gürcü qüvvələrini məğlub edib bu ikinci ləşkəri. Gəncə qala qapılarında hazırladan Əbləsvar Şabrın 1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən cavab olur 1D, 2Y, 3-də A. Y düzgün variant. Uyğunluğu müəyyənləşdirək. Şəddadilər 11-ci əsrin birinci yarısı və ikinci yarısı. Oğuz ailələrinin ərazisində məskunlaşdırılması 1030-cu illər, ona görə 1-də A düzdür. Səlcuq dövlətinin asılı hala düşməsi 1054-cü il ikinci yarısına düşür, atıram. Beyləqanda hakimiyyətə qarşı qiyamın yatırılması Musa ibn Fəzl 1030-cu ildə, ona görə C-ni də götürərəm. 11-ci əsrin ikinci yarısı Səlcuq dövlətinə müttəfiq olması 1054-də, bu düzgündür. Təbriz şəhərinin zəlzələ nəticəsində dağılması Rəvvadiyə aiddir. Səlcuq Sultanı Alparslan tərəfindən süquta uğradılması Məlikşaha aiddir. Cavab olur 1A, C, 2A. Y düzgün variantdır.
Uyğunluq pozulmuşdu. Muğanı asılı hala salıb Rəvvadilər dövləti. Deməli, Muğanı asılı vəziyyətə salmaq Rəvvadilərə aiddir deyə A-nı atırıq. Məziyyətlər sülaləsi tərəfindən yaradılmaq Şirvanşaha aid deyə B-ni atıram. Azərbaycan vahid halda birləşdirmə sadi salariyə aid atıram. Dəbil əmrini yaradan Şəddadi dövləti deyil, Şəddadilər sülaləsi desəydik düz olardı. Məhəmməd ibn Şəddad 951-də yaradır. Dövlət isə 971-də yaranıb. Mərzbə ibn Məhəmmədin ilk hökmdarı olmuşdur. Salarilərin bəli 941-957-də hakimiyyətdə olmuşdur. Uyğunluq pozulmuşdur. Arranda paytaxtı Bərdə olan yarımüstəqil əmirlik yaratmışdır. Hakimlər yox, məziyyətlər. Elə A variantı düzgündür. Uyğunluğu müəyyənləşdirək. Şəddadilərlə Əbülfəz Şabrın dövrünə baxaq. Tiflis əmirliyi ilə dostluq münasibətlərinin saxlanılması. Fəzl ibn Məhəmməd, deməli, Tiflis əmirliyi ilə dostluq münasibətləri saxlamışdır. Şirvanşahlarla qohumluq münasibətləri saxlamışdır. Ona görə bir də Rəvvadilərlə. Ona görə burada A-nı götürə bilərəm. Xudafərin körpüsünün saldırılması da 1027-də buna aiddir. Çünki 985 1030-cu illərdə hakimiyyət olmuşdur. Gəncə darvazaları isə Əbülfəz Şabr'a aiddir. Əbülfəz Şabr Dəbil əmirliyinin əsasını qoyması Məhəmməd ibn Şəddada aiddir. Şirvanşahların tabe edilməsi. Şirvanşahların tabe edilməsi deməyək, Şirvanşahlarla müharibələrin aparılması ola bilərdi. Gürcüstan və Şirvanşahlarla müharibə aparılması bu düzgündür. Deməli, cavab olur 1A, 2C. Deyir, müvafiq olaraq Sadi Salari və Rəvvadilərin hökmdarlarının ardıcıl verildiyi variantı müəyyənləşdirək. Yəni, baxın, dövlət demir, sadəcə Sadi Salari və Rəvvadi sülaləsi deyir. Gedək baxaq ardıcılığa. Məhəmməd ibn Əbsat Sadinin, Mərzban ibn Məhəmməd Salarinin də Əbuhizə Rəvvadinin bir düzgündür. 2 niyə olmaz? İbrahim ibn Mərzban Salarinin. Birinci bir Sadi tapalıq. Əbu Tahir Şirvanşahın da olmaz. Əbləsvər Şavrur Şəddadinin də olmaz. Mərzban ibn Məhəmməd Salarinin də olmaz. Cavab olur 1, yəni D variantı. Eylirvin diaqramına əsasən uyğun bəndi müəyyənləşdirək. Tiflis Müsəlman Əmirliyi, Bağdad xilafəti və Bizans. Səlcuqların yürüşünə məruz qalmışdı. Tiflis Müsəlman Əmirliyi 1054-də, Bağdad xilafəti 1055-də, Bizans isə 1071-də. Ona görə A düzgündür. Hər üçü üçün oxşar cəhətdir. Monqolların hücumuna məruz qalınması 1258-də Bağdad xilafəti məruz qalmışdı. Deməli, Tiflis Müsəlman Əmirliyi isə Monqolların yürüşü vaxtı yox idi ümumiyyətlə. Ona görə Bağdad xilafətindən 2-yə B-ni götürə bilərəm. 11-ci əsrin 50-ci illərində Sultan Toğrulun hakimiyyətini qəbul etməsi Tiflis Müsəlman Əmirliyinə aiddir. Bir də 1055-də Bağdada da aiddir. 4-də onda C-ni götürərəm. Gürcülər tərəfindən süquta uğradılması Tiflis Müsəlman Əmirliyinə aiddir. Sultan II. Mehmet tərəfindən süquta uğradılması 1453-cü ildə Konstantinopol almaqla Bizansa aiddir. Cavab olur 1D, 2B, 3Y, deməli 4C, 5-də A. A düzgün variantdır onda, 32-də. Deməli, 33-ə baxaq. Deyir ki, Şirvanşah, Şəddadi və Rəvvadi bunların ortaq cəhətlərini seçməliyik. Səlcuqların asılılığını qəbul etməsi. Şirvanşahlar 1066-da, Şəddadilər 1054-də, Rəvvadilər də 1054-də Səlcuqların asılılığını qəbul edib deyib 5-ə A-nı götürürəm. Daha sonra 10-cu əsrin ikinci yarısında yaranması, 10-cu əsrin ikinci yarısında, yəni 971-də Şəddadi, 81-də Rəvvadi yaranmış. Şirvanşah isə 861 deyə onu götürə bilmərəm. 4-ü ikisinə də uyğun götürə bilərik. Birinci Fərruzun Səlcuqlara hər il xərac ödəmək müqabilində daxili müstəqilliyin saxlanması Şirvanşaha aiddir 1066-da. Bizans erməni Gürcü feodallarına qarşı birgə mübarizə üçün Səlcuqlarla müqavilələrinin bağlanması. Bu da Şəddadilər aiddir 1037-1038-ci illərdə də. 1037-1038-dən əlavə 1054-də bunlar asılı vəziyyətə düşəndə onda Səlcuqlarla müqavilə bağlayıb da D-ni götürərəm. Çünki Bizans erməni Gürcü həmişə Azərbaycanın qərbindən yürüş edib. Şəddadi Azərbaycanın şimal-qərbində olduğuna görə bu sırf Şəddadiyə aiddir. Dövlətçiliyinə Alparslan tərəfindən son qoyulması da 1065-ci ildə Rəvvadiyə aiddir. Çünki Alparslan 1063-1072-ci illərdə hakimiyyətdə, 72-ci illərdə hakimiyyətdə olmuşdu. Cavab olur 1C, 2D, 3Y, 4B, 5-də A. B düzgün variantdır.
Şəddadilərə aid Araz çayı üzərində Xudafərin 1027-ci ildə Fəzl bin Məhəmmədə paytaxt Ərdəbildən Təbrizə köçməyən Rəvvadiyə aiddir. Bizans Gürcü qoşunlarının ağır zərbə 1037-1038 Şəddadiyə aiddir. Sualənin banisi Fəzl bin Məhəmməd. Fəzl bin Məhəmməd 985-də hakimiyyətə gəlib. Sualənin banisi, yəni sualə desə Məhəmməd ibn Şəddad ola bilər. Dəbil əmrinin əsasını qoymuşdu. Amma belə birinci hökmdar, birinci ləşkər idi. Ona görə 4-də atıram. Fəzl bin Məhəmməd 985-də gəlib. Arazdan cənubda yox, şimalda. Cavab olur 1-dən 3. Şəddadilərin 11-ci əsr tarixinə aid Səlcuq dövlətindən saziş, yəni 1054. Biri götürürəm. Dəbil əmirliyi ola bilməz, çünki Şəddadi dövləti deyir, həm də ki 10-cu əsrdədir. Dövlətin əsasının qoyulması 10-cu əsrdədir, 971. Tiflis əmirliyin Bizans Gürcü feodallarından müdafiə edilməsi, bu 1038-ci ildə 4-ü götürərəm. Gəncə şəhərinin paytaxta çevrilməsi 971-də. Cavab olur 1-dən 4. Şirvanşahlar dövləti Şəddadilərdən fərqli olaraq 9-cu əsrdə yaranmışdı. Şirvanşahlar 861-də, Şəddadi isə 971-də yaranmışdı. Ona görə bir sırf Şirvanşaha aiddir deyə götürürəm. Ərəb xilafətinin süqutu nəticəsində ikisi də yaranıb, 2-ni atıram. Dərbənd əmirliyinin tabe edilməsi Şirvanşahlara aiddir. Ona görə 3-ü də götürürəm. Səlcuqların hücumuna məruz qalmaq 1066 Şirvanşah, 1054 Şəddadidir, ikisinə də aiddir, atıram. Azərbaycan Şirvanda yaranmaq ikisinə də aiddir, atıram. Cavab olur 1-dən 3. Rəvvadilər Şəddadidən fərqli olaraq Azərbaycanın cənubunda yaranıb. Bəli, Ərdəbildə yaranıb. 1-i götürürəm. Səlcuqlardan asılı vəziyyətə düşüb, ikisinə də aiddir, 2-ni atıram. 10-cu əsrdə yaranmaq ikisinə də aiddir. Biri 971, biri də 981-də. Salarilərin süqutu nəticəsində yaranmışdı. Rəvvadi 981-ci ildə. 11-ci əsrdə süquta uğramaq 1065 Rəvvadi, 1088 Şəddadi, ikisinə də aiddir. Cavab olur 1-dən 4. Şəddadi dövlətinin tarixinə aiddir. 900-ün əvvəllərində yaranması, amma yox, bu 971-də yaranıb. Yəni 10-cu əsrin ikinci yarısında bir atdım. Tiflis müsəlman əmirliyindən dostluq münasibətlərinin saxlanması Fəzl bin Məhəmməddə var idi. 2-ni götürürəm. Gürcü feodallarına və Xəzərlərə qarşı uğurlan mübarizə də Fəzl bin Məhəmmədə aiddir. Azərbaycanın torpaqlarını Baytalda birləşdirmək sadi salardı. Cavab olur 2-dən 3. Şəddadi dövlətinə aid xüsusiyyətləri müəyyənləşdirək. Məzmun bin Məhəmməd tərəfindən Xudafərin görüntüsü yox, Fəzl bin Məhəmməd olmalıdır. 1-i atıram. Sadicənin varlığına son qoymaq salariyə aiddir. 2-ni atıram. Tiflis müsəlman əmirliyindən dostluq münasibətlərinin saxlanması Fəzl bin Məhəmmədə aiddir. Götürürük. Oğuz türkləri ilə birlikdə Bizans və Gürcü feodallarına qarşı mübarizə aparılmasının 1038-də düzdür. Muğan hakimliyinin tabe edilməsi Rəvvadilərdədir. Cavab olur 3-dən 4. Deməli, 40-cı sualda da deyir ki, aşağıdakilərin aid olduğu dövlətin ərazisini xəritədə müəyyənləşdirək. 10-cu əsrin ikinci yarısında yaranmışdı. Səlcuqlar tərəfindən də varlığına son qoyulmuşdu. 10-cu əsrin ikinci yarısında yaranıb həm Rəvvadi, həm də Şəddadi. İkisinə də Səlcuqlar tərəfindən son qoyulmuşdu. Gedək indi baxaq. Deməli, Şəddadilər dövlətinin ərazisi 3-dür. Cənubda da Rəvvadilər idi. Onda 40-cı sualda cavab olur 3-dən 4. Fəzl bin Məhəmmədin Mərzban bin Məhəmməddən fərqli cəhətlərini müəyyənləşdirək. Şirvanşahların tabe edilməsi. Fəzl bin Məhəmməd 985 1030-da hakimiyyətdə olub. Mərzban bin Məhəmməd də 941-957-ci illərdə. Mərzban bin Məhəmməd Şirvanşahlara tabelik, Fəzl bin Məhəmməd onunla qohumluq münasibətləri var idi. Bunu 1-i atıram. Çünki Fəzl bin Məhəmmədə aid xüsusiyyət seçməliyik. Şəddadilər dövləti idarə edilməz, bəli, Fəzlə aiddir, amma Mərzban bin Məhəmməd salarini idarə edib. Gürcü qoşunlarının mübarizənin aparılması Mərzbanda da var, 3 atıram. Xəzərlərə qarşı mübarizənin aparılması, Gürcü və Xəzərlərə qarşı mübarizə Fəzl bin Məhəmmədə aiddir. Desəydik ki, Gürcü onda ikisinə də aid vardı. Cavab olur 2-dən 4. Məziyyədlər Şirvanşahdır. Haşimilər, Dərbəndli, Cəfərlər də Tiflis müsəlman əmirliyi. Suallərinə aid əlamətləri müvafiq olaraq müəyyən edək. Yəni sıra ilə. Məziyyədiyə aiddir məsələn. Deməli, Tiflis əmirliyində hakimiyyətdə olması bu Cəfəriyə aiddir. Biri buraya yazırıq. Dərbənd əmirliyinin yaranması 8-ci əsrdədir. 869-cu ildə Haşimlərə aiddir. Nümayəndələrin şah titulu daşıması, Şirvanşah yəni, bu məziyyətlərə aiddir. Sadicələr dövlətinin əsasının qoyulması Afşinlərə aid idi. Azərbaycanın cənubunun yeni dövlətin əsasının qoyulması da Rəvvadiyə aiddir. 4-dən 5-i atıram. Cavab olur 3-2-1. Xronoloji aydınlıq Dəbil əmirliyi 951-də. Deməli, məziyyətlər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi. Məziyyətlərin Şirvanda hakimiyyətə gəlməsi 861-ci ildə idi. Yəni, Heysam bin Xalid tərəfindən dövlət yaranmışdı.
Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıya köçürülməsi 918, Mərzbə bin Məhəmməd 941-də yeni dövlət yaranıb. İndi ardıcılığa baxsaq, birinci götürərik 2-ni, yəni Məziyyətlər hakimiyyətə gəlmişdi, 861. Sonra 3-ü götürərəm, 918-də paytaxt köçürülmüşdü. Sonra Mərzbə bin Məhəmməd 941-də yeni dövlət yaratmışdı. Sonra 951-də Dəbil Əmirliyi yaranmışdı. Cavab olur 2-3-4-1. Xronoloji ardıcılığı müəyyənləşdirək. Şəddadilərin əsasının qoyulması 971. Sadicilərin hakimiyyətinə son qoyulması 941. Heysəm bin Xalid 861-də yeni dövlət yaradıb. Rəvadilər sülaləsinin Ərdəbildə hakimiyyətə gəlməsi isə 981-ci ildə. Birinci götürürəm 3-ü, çünki 861-dədir. Sonra sadicilərin hakimiyyətinə 941-də son qoyulur. Sonra Şəddadilər dövlətinin əsası qoyulur 971-də. Ən sonunda da Rəvadilər 981-də hakimiyyətə gəlir. 3, 2, 1, 4. Xronoloji ardıcılığı müəyyənləşdirir. Şamaxının Əbu Tahir tərəfindən Şirvanşahların paytaxtı olması 918. Təbrizin Rəvadilər dövlətinin paytaxtı elan edilməsi. Təbrizdə 1042-də zəlzələ olmuşdu. Həmin vaxt artıq paytaxt idi. Dövlət yaranıb 981-də. Birinci Ərdəbil olur. Daha sonra da köçürülür paytaxt. Deyək ki, 10-cu əsrin əvvəli. Gəncənin Şəddadilərin paytaxtı elan edilməsi 971 idi. Deməli, onda 3 dənə ardıcıllıqdan birinci 918 götürərəm, yəni 1-i. Sonra Gəncə Şəddadilərin paytaxtı olsun 971, sonra Rəvadi yaranır 981-də və Ərdəbildən Təbrizə köçmək prosesi də ondan sonra olur deyə. Ən sonunda təbii ki də 2 olmalıdır. Cavab olur 1, 3 və 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Məhəmməd İbn Şəddadın Dəbil Əmirliyinin yaratılması 951. Əbləsfər Şahrunun Gəncənin qalıqapıları 1063, Məhəmməd İbn Yezdin iqamətgahının Gəncəyə köçürülməsi 859-da, onda birinci olacaq 3, sonra 951, yəni 1, sonra da Gəncə qalıqapıları 1063-də, yəni 2, cavab olur 3, 1 və 2. Xronoloji ardıcılıq. Mərzbə bin Məhəmməd 941-də yeni dövlət yaradır. Fəzl bin Məhəmməd 1027-də Xudafərini inşa etdirib, Şamaxı Şirvanşahların paytaxtını 918-də çevrilib. Cavab olar 3, 1 və 2. Heysəm bin Xalid Şirvanşah titulu daşımağa başlayıb 861. Rəvvadi dövlətinə əsas qoyulub 981. Sazilər bütün Azərbaycan vahid halda birləşdirib. Deyək ki, 912-dən sonra. Deməli, Dəbil Əmirliyinin yaranması isə 951-də deyək. Onda Heysəm bin Xalid birinci Şirvanşah titulu daşıyıb. Birinci 1. Sonra, deməli, sadicilər vahid halda birləşdirir. Dedik ki, 912-dən sonra xilafət xəzinəsinə xərac göndərilmənin dayandırılmasından sonra. Dəbil Əmirliyi 951-də, yəni 4. Rəvadi 981-də, yəni sonunda da 2 cavab olur. 1, 3, 4, 2. Xronoloji ardıcıllıq. Şirvanşah Əbu Tahirin paytaxtı Şamaxıya 918-də köçürülməsi. Şəddadi dövləti yaranması 971. Salarilər Azərbaycan vahid halda birləşdirib 941-957 arası. Rəvvadi Əmirliyi ən birinci olub 8-ci əsrin sonu. Birinci götürək 4-ü. Şirvanşah Əbu Tahir sonra paytaxtı köçürüb 918, yəni 1. Sonra Salarilər bütün Azərbaycan vahid halda birləşdirib 941-957-ci illərdə. Sonra da mərkəzi Gəncə olan müstəqil Şəddadilər yaranıb 971-ci ildə. Cavab olur 4, 1, 3 və 2. Salarilərin yaranması 941, Dəbil Əmirliyi 951, Qəbul Rum İmperiyasının yaranması 395, Fransa Krallığının yaranması isə deməli 843-cü ildə ardıcılığı düşsək birinci 3-ü gətirərik. Çünki 395 ən birinci olub, Fransa Krallığı 843-dədir. 4-ü yazıram. Salarilərin yaranması 941-dədir. Dəbil Əmirliyinin yaranması isə 951-dədir. Cavab olur 3, 4, 1 və 2. Xronoloji ardıcılığı müəyyənləşdirək. Şirvanşahların yaranması 861, Frank İmperiyasının parçalanması 843, Şəddadinin yaranması 971, Şərqi Romanın süqutu 1453. Onda birinci Frank İmperiyası parçalansın 843-də. Sonra Şirvanşahlar 861-də yaranır. Şəddad dövləti yaranmağı dedik ki 971-ci ildədir. Sonda da Şərqi Roma İmperiyasının süqutu 1453-cü ildə. Cavab olur 2, 1, 3 və 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Böyük Karl özünü imperator elan edir 800-də. Fransa krallığı yaranır 843-də. Deməli, birinci oldu 1, sonra oldu 4. Mərzbə bin Məhəmməd yeni dövləti yaradır 941, Şəddadi 971. Cavab olur 1, 4, 2 və 3. Xronoloji ardıcılıq.
Şəddadilərin yaranması 971. Rəvvadilərin Səlcuqlardan asılı vəziyyətə düşməsi 1054. Heysam bin Xalidin Şirvanşah titulu qəbul etməsi. Deməli, bu da 861-ci ildədir. Birinci 3 yazıram. Sonra Şirvanşahlar sazlərdən asılı vəziyyətə düşsün. Yəni, deyək ki, Yusif bin Əbsazın dövründə. Yəni, 10-cu əsrin əvvəl olar. 4-ü götürürəm. Sonra Şəddadi dövləti yaranar. Sonra da Rəvvadi 1054-də Səlcuqlardan asılı vəziyyətə düşdü. Cavab olur 3, 4, 1 və 2. Xronoloji acılıq müəyyənləşdirək. Sazlərin süqutu deməli 941-də. Xəzər xaqanlığının süqutu 965-də. Şəddadin yaranması 971-də. Əməvilərin süqutu 750-də. Birinci gətiririk 4-ü. 750-ci ildə olduğuna görə. Sonra Sazilər dövləti süqut edir 941-də. 1. Sonra deməli Xəzər xaqanlığı 965-də süqut edir 2. Ən sonda da Şəddadilər dövləti yaranır 971-də. Yəni 3 cavab olur 4, 1, 2 və 3. 55-də xronoloji acılıq Heysam bin Xalidin Şirvanın müstəqil elan etməsi 861. Əbülhiccanın yeni dövlətin əsasını qoyması, yəni Rəvvadi dövlət 981. Sazilər bütün Azərbaycan vahid birləşdirməsi 10-cu əsrin əvvəli Yusif bin Əbsazın dövrü. Rəvvadi əmirliyin yaranması da 8-ci əsrin sonu. Birinci gətiririk 4-ü. Sonra Heysam bin Xalid Şirvan müstəqil elan edir 861-də. Sonra Sazilər bütün Azərbaycanın 10-cu əsrin əvvəlində vahid halda birləşdirir. 10-cu əsrin sonunda da, yəni 981-də də Əbülhicca Rəvvadinin əsasını qoyur. Cavab olur 4, 1, 3 və 2. 56-ya baxaq, xronoloji acılıq müəyyən edin. Salarilər bütün Azərbaycanı vahid halda birləşdirib 941-957-də Mərzbə bin Məhəmmədin dövründə. Fəzl bin Məhəmmədin dövründə Gəncə ətrafında xırda feodal mülklərin ləğv olunması 985-1030-cu illərdə hakimiyyətdə olmuşdu. Şirvanşah Əbu Tahir dövlətin paytaxtını Şamaxıya 918-də köçürmüşdü. Rəvvadilərin də Səlcuqlardan asılı vəziyyətə salması 1054-cü ildədir. Birinci, deməli 3-ü götürürük 918-də. Sonra Salarilər bütün Azərbaycanı vahid halda birləşdirir 941-957-ci illərdə. Sonra Fəzl bin Məhəmməd 985-də hakimiyyətə gəldi. 2-ni götürürük. Sonunda da Rəvvadilər 1054-də Səlcuqlardan asılı vəziyyətə düşüb. Cavab olur 3, 1, 2, 4. Mehranilər sülaləsi dövründə Albaniya, Şəddadilər dövləti, bir də Şirvanşahlar. Deməli, Albaniyaya aid olan Araz çayı üzərində Xudafərinin salınması Şəddadilərə aiddir 1027-ci ildə. A-nı götürürəm 2-yə. Heysam bin Xalid tərəfindən Şirvanşahlar yaradılıb. B-ni götürürəm 3-ə. Deməli. Sonra paytaxtın Bərdə şəhəri olması. Bu paytaxtın Bərdə olması Mehranilər dövründə Albaniyadaydı. Ona görə C-ni də bura götürürəm. Albaniyanın paytaxtı bilirik ki, birinci Qəblə, sonra da Bərdə olmuşdu. İkinci Vatiye dövründə paytaxt ora köçürüb və 705-ə qədər də o hakimiyyətdə olmuşdu. Yəni Bərdə paytaxt olmuşdu. İlk paytaxtın Şamax şəhəri olması heç birinə aid deyil, Şirvan idi. Şirvanşahların ilk paytaxtı deyini atıram. Abbasiyə xilafət tərəfindən varlığına son qoyulması. Şirvanşah ola bilməz, Şəddadi ola bilməz, Mehranilər Albaniya. Amma Abbasilər dediyinə görə yanlışdır. Çünki Əməvilər sülaləsi həmin vaxt 705-də hakimiyyət edir. Cavab olur 1C, 2A, 3-də B. 58. Rəvvadi və Sudan, Əbu Tahir, Əbüləsfər Şarur, Şirvanşahlar dövlətin paytaxtının Şamaxıya köçürülməsi. A. Əbu Tahirə aid 918-də. Çoxlu Oğuz ailəsinin Azərbaycanın cənubuna məskunlaşması və Sudana aiddir Rəvvadilər. Sonra alanların yürüşünə müdafiə olmaq məqsədilə tədbirlər 1062-ci ildə Əbüləsfər Şarura aiddir. Şah titulu qəbul edərək yeni dövlət Heysam bin Xalidə aid olmalıydı, deyini atıram. Və Gəncənin Şəddadilərin paytaxtına çevrilməsi də birinci ləşkərdə idi. Yeni də atıram. Cavab 1B, 2A, 3-də C. 59. Mərzbə bin Məhəmməd, Əbüləsfər Şarur və Fəzl bin Məhəmməd. 10-cu əsrdə Şəddadilər dövlətini idarə etmək. Fəzl bin Məhəmməd 985-də Şəddadiləri idarə etməyə başlamışdı. A-nı buna götürərəm. Alanlara qarşı mübarizələrin aparılması Əbüləsfər Şarurda 1062-də xəndəklər tikdirmişdi. Sonra Rəvvadilər dövlətinin yaratması. Rəvvadilərin yaradılması da 981-ci ildə Əbülhicca tərəfindən idi. C-ni atıram. Sadəcə hökmdarı Deysəmlə mübarizə aparmaq Mərzbə bin Məhəmməddə 941-də D-ni götürürəm. Azərbaycanın ilk dəfə vahid halda birləşdirməsi Yusif bin Əbsaza aiddir. Yeni atıram. Cavab olur 1D, 2B, 3D.
Deməli, Fəzl bin Məhəmməd, Mərzbə bin Məhəmməd Əbutahir dövlətin paytaxtının Ərdəbil olması Mərzbə bin Məhəmmədə aiddir. A-nı götürürəm. Salayların dövlətinin paytaxtı bilirik ki, Ərdəbil idi. Şirvanşahlar dövlətini yaradan Heysəm bin Xalid heç birinə aid deyil. Dövlətin paytaxtının Şamaxıya köçürülməsi 918 Əbutahirə aiddir. C-ni 3-ə götürürəm. Şəddadilər dövlətini idarə etməsi Fəzl bin Məhəmməd 985-1030-cu illərdə idi. 1-ə D-ni götürürük. 1020-ci illərdə dövlətin ərazisində Oğuz türklərinin məskunlaşdırılması və Əslana aiddir. Cavab olur 1-də 2-ə, 3-də C. Əsasın Azərbaycanın şimalında qoyulması Şirvanşahlar dövləti və Şəddadilər A-la Y. A-la Y 1-ə aiddir. Deməli, 10-cu əsrdə Azərbaycanın vahid halda birləşdirilməsi Sacı ilə Salariyə aiddir. Yəni B ilə D. B və D variantı. Deməli, onda cavab oldu elə 1A-Y, 2-də B-D. Burada bizə Rəvadilər dövlətinə aid məlumat yox idi, C-ni də atıram. Cavabı da bildik. 62-yə baxaq, xəritədə verilmiş şəhərlər erkən orta əsrlərdə hansı dövlətin paytaxtı olmuşdu? Deməli, Şamaxı olub Şirvanşahların. Deməli, buna 1 qoyuruq. Erkən orta əsrlər dediyinə görə, erkən orta əsrlərdə 3-cü 11-ci əsrləri əhatə edirdi. Y ilə Eldənizləri atıram. Yəni, A-nı atıram. Deməli, Sacilər cənubda yarandığına görə C-ni 2-yə götürürəm. Şəddadi Gəncə, bunu da 3-ə götürürəm. 1-ə də dedik, Şirvanşahları götürdük B variantı. Cavab olur 1B. 2C, 3-də D. İbrahim bin Mərzban, Mərzbə bin Məhəmməd, Fəzl bin Məhəmməd. Yeni dövlətin əsasını qoymaq, Mərzbə bin Məhəmməd. Onu götürüm, Salarilər yaradım. 941-də. İdarə etdiyi dövlət süquta uğrayıb, İbrahim ibn Mərzban sonuncu Salari hökmdarı idi. 1020-ci illərdə hakimiyyətdə olması, Fəzl bin Məhəmməd 985-1030-da hakimiyyətdə olub deyil. Deməli, 1020-ci illərdə də hakimiyyətdə olub. C-ni götürürəm. Şirvanşahlar dövlətinin tabe edilməsi. Şirvanşahlar dövlətinin tabe edilməsi Mərzbə bin Məhəmmədə idi. Çünki vahid halda birləşdiribsə, deməli, bütün dövlətləri tabe edibdir. Rəvaid nəslində olan Əbülhicə ilə mübarizənin aparılması. Əbülhicə 981-də sonuncu hökmdarda İbrahim bin Mərzban idisə, 981-də bu Əbülhicə ilə mübarizə aparıb cavab olur. Deməli, cavab olur 1, B və Y, 2, A, D, 3-də C. Fəzl bin Məhəmməd, Sacı hökmdarı deysəm, Vəsudan idarə etdiyi dövlətin süquta uğradılması deysəm, sonuncu hökmdar idi. Deməli, 11-ci əsrin 20-ci illərində Oğuz aliləri Azərbaycan ərazisində məskunlaşıb, Rəvadi hökmdarı Vəsudandadır. Gürcülərlə Xəzərlərlə mübarizə aparılması Fəzl bin Məhəmməd. Mərzbə bin Məhəmmədlə mübarizənin aparılması Sacı hökmdarı deysəm. 11-ci əsrin 40-cı illərində hakimiyyətdə olmaq isə deməli, Vəsudana aiddir. Cavab oldu 1C, 2A-D, 3-də B-Y. Mərzbə bin Məhəmməd, Əbəlsifər Şahur, Məhəmməd ibn Yezid. Gəncəni bərpa elətdirib iqamətgahını buraya köçürtmüşdü. Məhəmməd ibn Yezid 859-da. Gəncənin məşhur qalı qapılarını Əbəlsifər Şahur 1063-də düzəltdirib. Salarilər dövlətinin əsasını qoyan Mərzbə bin Məhəmməd 941-957-də hakimiyyətdə olub. Sacilər dövlətinin süquta uğradan onda Mərzbə bin Məhəmməd yerinə Salarilər yaradıb. Aranda paytaxtı Bərdə olan yarım müstəqil əmirlik yaratmışdı. Deməli, bu da aiddir Yezdibin məziyyədə. Ona görə yeni atıram. Cavab olur 1C, D, 2B, 3-də A. Əbülhicə, Fəzl bin Məhəmməd, Məhəmməd ibn Yezid. Gəncəni bərpa etdirib iqamətgahını buraya köçmüşdü 859-da Məhəmməd ibn Yezid. Rəvadilərin əsasını qoymuşdu Əbülhicə. Xudafərin köprüsünü saldırıb Fəzl bin Məhəmməd 1027-də. Salarilər dövləti süquta uğradıb deməli, Əbülhicə, yəni Salari Mərzbə bin Məhəmməd idi. Deməli, Salari dövlətinin süquta uğradan dedik ki, Əbülhicədir, D-ni də buraya yazıram. Şirvanşahlar dövlətini idarə etmişdir. Dövlət dediyinə görə, yəni 3-ə götürə bilmərəm. Cavab olur 1, B, D, 2C, 3-də A.
Şəddadi, Rəvvadi və Sacilər Azərbaycan torpaqlarının Whitehallda birləşdirilməsi Sacıya aiddir. Təbii ki, bir də Salariya. A-nı götürürəm. 980-ci illərdə yaradılması Rəvvadi 981-də. Paytaxtın Gəncə şəhəri olması Şəddadi 971-də. 1030-cu illərdə ərazisində Oğuz tayfaları Şəddadi və Şirvanşahlar dövlətinin tabe edilməsi təbii ki də Sacılara aiddir. Cavab olur 1C-D, 2B, 3D, A-Y. Mərzbə bin Məhəmməd Əbuhicə Fəzl bin Məhəmməd Salarilər dövlətinin varlığına son qoymuşdur. Salarilərin varlığına Əbuhicə son qoyub Rəvvadini yaradıb 981-də. A-nı götürürəm 2-yə. Rəvvadilərin əsasını qoymuşdur. Yenə Əbuhicə, B-ni də götürürəm. Azərbaycan Whitehallda birləşdirmək, Mərzbə bin Məhəmməd, Salari dövləti, bir də Saclərdə də var. Xəzərlərə qarşı mübarizə Fəzl bin Məhəmməd, Gürcü və Xəzərlərə qarşı mübarizə aparmışdı. Deməli, Saclərin paytaxtı Ərdəbil şəhərini ələ keçirmək də Mərzbə bin Məhəmmədə aiddir, çünki yeni dövlətin əsasını qoyubdur. Cavab 1C-Y, 2A-B, 3D-D. İbrahim bin Mərzban, Əbuhicə, Fəzl bin Məhəmməd. İbrahim bin Mərzban Salari hökmdarı, Əbuhicə, Rəvvadi hökmdarı, Fəzl bin Məhəmməd, Şəddadi hökmdarı. İdarə etdiyi dövlətin hakimiyyət dövründə sülh uğraması sonuncu Salari hökmdarı olduğuna görə birini A-ya götürürəm. Axırıncı Salari hökmdarının taxtdan salınması Əbuhicə, yəni Rəvvadi Salarini məğlubiyyətə uğradıb dövlət yaradırsa, deməli Əbuhicəyə B-ni götürürəm. Yeni dövlət əsasını qoyub yenə Əbuhicə C-ni də götürürəm. Azərbaycan ilk dəfə Whitehallda birləşdirib Yusif bin Əbu Saad heç birinə aid deyil. Şəddadilər dövləti idarə edib Fəzl bin Məhəmməd, yeni də Fəzlə götürürəm. Cavab olur 1A, 2B-C, 3D-Y. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videomu bəyənməyi və şərh yazmağı unutmayın.